onu birinci dəfə özünə qəsdən iş yoldaşları xilas edib. İkinci dəfə müalicə aldığı xəstəxananın həkimləri intihara imkan verməyib. Üçüncü dəfə isə mənzilindəki iş kabinetində Valeri Legasova heç kim mane ola bilməyib. İş masasının üstündə tapança olsa da, o özünü asmaqla həyatına son qoyub. Akademik Legasovu ölümə sürükləyən kimlər və hansı hadisələr olub? İlham Cəmiloğlu yazır ki, 1936-cı ildə Tula şəhərində anadan olan Valeri Legasov orta məktəbi bitirdikdən sonra Moskvada Mendeleyev adına Kimya Texnologiya İnstitutunda ali təhsil alıb. 31 yaşında namizədlik dissertasiyası, 36 yaşında doktorluq işi müdafiə edib. Legasov 1976-cı ildə Seri Elmlər Akademiyası müxbir üzvü, 1981-ci ildə həqiqi üzvü seçilib. O 1983-cü ildə Kurçatov adına Atom Enerji İnstitutunun direktorunun birinci müavini təyin edilib. Elmi ictimaiyyətdə kifayət qədər böyük nüfuza sahib olan Legasov, siyasi dairələrdə də dəyərli bir ziyalı kimi tanınıb. Hətta onun yaxın gələcəkdə Seri Elmlər Akademiyasının prezidenti seçiləcəyi haqqında söhbətlər də dolaşıb. Amma zaman Legasovun xeyrinə işləməyib. Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza akademikin həm karyerasına, həm sağlamlığına və bütövlükdə həyatına bir dəfəlik son qoyub. 1986-cı ildə Atom Elektrik Stansiyasında baş verən qəzanın səhərsi gün artıq Legasov hadisə yerində olub. Daha sonra onu yaradılmış xüsusi komissiyanın tərkibinə daxil ediblər. Legasov qəzanın baş vermə səbəblərinin araşdırılması və törətdiyi fəsadların aradan qaldırılmasında iştirak edənlərin arasında yeganə şəxs olub ki, o 4 ay Çernobılda qalıb. Hesabatları təqdim etmək və ailəsi ilə görüşmək üçün akademik bu aylar ərzində cəmsi 2 dəfə Moskvaya qayıdıb. Sonuncu dəfə isə evə qaydanda ailə üzvləri onun tanınmaz hala düşdüyünü şahid olublar. Hədsiz dərəcədə yüksək şüalamaya məruz qalan Legasovun saçları tökülüb, rəngi dəyişib, əl-ayağında qıcolmalar yaranıb, çəki itirib. Bu cür vəziyyət ailə üzvlərini narahat edib və onun təcili müalicəsini zəruri sayıblar. Akademik bunlara məhəl qoymayaraq qəza ilə bağlı araşdırmalarını davam etdirib. Legasov mütəmadi olaraq Mərkəzi Komitədə qəzanın səbəbləri ilə bağlı hesabatları yuxarı eşalonda çox da rahatlıqla qarşılanmayıb. Hətta bir-iki dəfə ona yüngülvarı xəbərdarlıq ediblər ki, dərinə getməyə ehtiyac yoxdur. Bu xəbərdarlıqlara məhəl qoymayan akademik, real vəziyyəti ortaya qoymaq, nöqsanları, buraxılmış səhvləri isə çıxarmaq üçün fəaliyyətini öz istədiyi kimi davam etdirməkdən çəkinməyib. Bu da öz növbəsində Mixail Qorbachevin qıcıqlanmasına səbəb olub və bu qıcıqlanma da özü qabarıq şəkildə biruzə verib. Hələ Çernobıl qəzasından bir ay əvvəl Legasova elm sahəsindəki xidmətlərinə görə sosialist əməyi qəhrəmanı adının verilməsi məsələsi qaldırılıb. SSR Nazirlər Sovetinin sədri Nikolay Rıjkov məsələ ilə bağlı Qorbacheva müraciət edib. Baş katib Rıjkovun təşəbbüsünü qəbul edib və təklif edib ki, akademiki 1986-cı ilin sentyabr ayının 1-də, yəni 50-lik yubileyində təltif etsinlər. 1986-cı ilin avqust ayında Legasovun təqdimatı Qorbacheva təqdim ediləndə o sözündən qaçaraq akademikin təltif olunmasını məqsədə uyğun saymayıb. Daha sonra Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətləri olanların təltif olunmaları üçün siyahı hazırlandı. Bu dəfə də Rıjkov Legasovun adını həmin siyahıya salıb. Siyahı Qorbacheva təqdim edilib. Baş katib bu dəfə də akademikin adının üstündən xətt çəkib. Rıjkov məsələyə aydınlıq gətirmək üçün Qorbachevla görüşüb. Baş katiblə baş nazirin Legasovla bağlı ciddi fikir ayrılığı yaranıb. Hətta mübahisəyə səbəb olub. Qorbachov akademiki qəhrəman adı ilə təltif etməkdən imtina edib. Legasov növbəti zərbəsini Akademiyanın Elmi Şurasında seçkilər zamanı alıb. Növbəti seçkilərdə onu şuradan kənarlaşdırıblar. Akademik zərbələrin məhz Qorbachov tərəfindən gəldiyini yaxşı anlayıb. Legasov təltiflərdən, elmi şura üzvlükdən məhrum olsa da, o Atom Elektrik Stansiyasında baş vermiş qəzanın səbəblərinin tam aydınlaşdırması üçün iddialarından əl çəkməyib. Amma akademik təzyiqlərə tab gətirə bilməyib. Bir tərəfdən psixoloji durumunda yaranan problem, digər tərəfdən səhhətində ciddi ağırlaşmalar onun mübarizəsini yarımçıq qoyub. Legasov 2 dəfə intihara cəhddən xilas edilsə də, o 3-cü dəfə 1988-ci ildə Çernobıl qəzasının 2-ci ildönüm ərəfəsində aprelin 26-sında gecə yarısı mənzilindəki iş otağında özünü asıb. 51 yaşlı akademikin intiharı ilə bağlı bir çox versiyalar səsləndirilib. Bu versiyaların arasında ən real fikri söyləyəni isə həmin dövrdə SSR Elmlər Akademiyasının prezidenti olan Anatoliy Aleksandrov olub. Legasov heç kim bıçaqlamadı. Heç kim ona güllə atmadı. Legasovu ona göstərilən ədalətsiz münasibət öldürdü. Bəli, bu ölümün adı intihar yox, ədalətsiz münasibətdir. İllər keçdikdən sonra akademikin həmkarları 1996-cı ildə Boris Yeltsinə Legasovun halal haqqı olan qəhrəman adının verilməsi ilə bağlı müraciət ediblər.
Akademik ölümündən sonra layiq olduğu qəhrəman adı ilə təltif olunub.